Hiçbir tercih edemem. Rahat ol ya. Yakın gel. Burnu sındırdılar. Niye suratına kıradın? Başımı vurdular. Başımı vurdular. Avtobusun kapısına burnumu sındırdılar. Kim vurdu Fatma? Polisler başımı vurdular. Avtobusun kapısına. Niye zorakla kuyupları sözünü Yok niye başı duysa bugün de Zorakla olan insan niye bugün de Cevap verer. Adam kendisi avtobusa çıktı. Bak onun izi niye o gündedir? Onun izi niye o gündedir? Cevap verer. Özür sağlık bu. Özür sağlık bu. Özür sağlık bu. Özür sağlık. Özür sağlık. Siz ona göre çok bağışıyorsunuz. Sen Allah. Atraktör işine baksana sen burada. O baltuna bakışa sen baksan burada. Hadi. Çekil. Geç buraya. Gel kapının altına. Salam dostlar, xoş gördük. Başlıq çox absurddur, amma yaşandı. Görün, baş həkimin adı nədir müvəqqəti? Güllə Əhmədova, baş həkimlikdə bu xəstəxananın hazırki müvəqqəti baş həkimi. Görün, bu absurdun, özbaşınalığın dərəcəsinə bax ki, danışan bizim müsahibimiz, vətəndaş, şikayətçi gəlib bura jurnalistlərlə və bu adamlar darvazanı bağlayıblar. Deyirlər ki, bırakmayacaq, açar bizdə də açmayacaq qapını. Düzdür, onlar qapı arxasından bunu deyirlər və çalışırlar ki, üzər düşməsin. Amma əlbəttə ki, onların üzər düşdü. Bir daha təkrarlayıram, axşam bu reportaja baxacaqsınız. Onlar da böyük zövqlə, ictimai rəyin onlara belə rəva bildiyi şərhləri oxuyacaqlar, özlərinə fəxr edəcəklər. Öpürəm hamınızı. Yəni, dedim, məlumatınız olsun bu barədə. Buna baxmayaraq, bütün bu qanun pozuntularına baxmayaraq, mən yenə buradan vətəndaşlara səsləndirəm ki, səs verməyə gəlin. Gəlin, bu adamlarla danışın, səsinizi verin, deyin ki, siz mənim səsimi oxuya bilməzsiniz. Allah nəsib etsin, bu xalqa da sizə də. Bəli. Siz polislər, sizə o cümasın şərəfini yaşamaq nəsib olsun. Hayatı kişi kimi yaşamak lazımdır, şerefle yaşamak lazımdır, gayretle, namusla. Bak gelede siz polisler bizim tarafımızda olasınız. Biz hamının kapısında öyleyse. Yutun beni, öldürün. Ama diyeceğim sözümüz. Şii yazar. Gördük neylediler ülkeyle futbolda. Ermeni uğraşlar kaldırdılar Karabağ'ın bayrağını gönderme. Niye tutmuş yok? Tamam yine muharebeni öldürek de ha. Öldürek onlara. Gel yapalım. Gel bak gidelim. Gidelim hadi işte gidelim. Benimle ne tutsa getirem. Gitmek kişi böyle. Karabağ Ermeni böyle. Getirme ne işi var? Bax mənə mane olur, işimi görməyə mane olur. Bax qoluna tub apar mənə, har aparır çözümə xəbər yoxdur. Toxunmayın mənə. Ay kişi toxunma da şu, əli çək. Əli çək, ora niyə keçməliyəm mən? Mən ora niyə keçməliyəm? Mənə qanunun əsası deyil dənə. Mənə qanunun əsasını deyil. Deyil də, utanmırsınız siz. Siz gəldiniz də sizə gəl. Ay təliyib əməli, mən niyə ora getməliyəm ki? Sən yenə gəldi. Sən yenə gəldi. Bırak məni, bırak. Bırak yenə gəldi, telefonu götürmək istəyirdi. Bax yenə telefonu almaq istəyirdi. Azadlık! 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 Bunda. Geç oraya, geç. Azadlık! Azadlık! Okey. Geç o. Demə. Gelin geri almışsın.
Verin. Zahmet olmasa karşı mı? Gel orada gözle. Kim gözü sen orada gözle. Şimdi dön bana bak. Anaları gözlüyor onların vicdansızlar. Sen yazıdan bağırıştıracak. Benim... Siz aksiyonlar, siz sade vatandaş. Yok ben sade vatandaşım. Ben Ya zaten benim buradan canım vermiyor olmaz. Ben var mı bunları? Ama geçelim buradan. Sen ben başa düşme, dön beni sen. Sen de bak, geri git o telli kafasına ayağına al. Geç.